Hörmətli müştərilər, sizi Arçi mağazasından salamlayıram. Bu günləri istəyirəm, bugünkü videorolikdə istəyirəm sizinlə fikirlərimi qapı dabanı haqqında bölüşdürüm. Qapı dabanı, yəni door stopper deyirlər, belə bir ifadə işlədirlər. Nədən ibarətdir? Funksiyası nədir? Birinci növbədə. Onun funksiyası ondan ibarətdir ki, biz qapını evdə açanda, qapının əl tutan yeri, yəni dəstəyi gedib divara dəyməsin. Divara dəyəndə həm aboyu divarın rəngini xarab edir, həm də ki, dəstəyin özünü xarab edir. Bunların da modelləri həddindən ziyadə çoxdur. Birinci növbədə ən sadə modellərdən sizdən başlayıram. Sadə modellər bunlardır. Bunlar yerə vertikal, horizontal vurulur, qapı gəlib bu rezinə toxunur. Bu rezinlərin də bu model sadə qapı dabanlarının modelləri həddindən ziyadə çoxdur. Həm hündürlükləri, həm diametrləri, həm rezinin rəngi. Baxın, burada rəng rezin ağdır. Müştərinin istəyinə bu rezini dəyişmək olur. Qaradır, sarıdır. Bəzilərində altında yay var, bəziləri yaysızdır. Yəni modelləri çoxdur. Bunlar da, burada da baxın, naxışlıları da var, o sadə naxışları var, klassik modelləri var. Bunlar gördüyünüz demək olar ki, çoxları Arçi istehsalıdır. Belə sadə aypara şəkilli qapı tabanları da bizim mağazada mövcuddur. Bir sözdən sadə modellərin həddindən ziyadə çox modeli var. Bir də ən sadə modellərdən biri də budur, baxın. Bunu siz eləyə bilərsiniz, divara vurasınız, qapı gəlib buraya yapışsın və yaxud da xaricdə kim çox olubsa, bunu qapıda yuxarı hissəsinə vururlar, hamam, tualetdə. O qapını açanda gedib bu kafelə toxunur. Bəzən də əlinizdə bir vəsail, bir paltardan, zaddan artıq olanda üstünə veşilka kimi istifadə, asılqan kimi istifadə eləmək olur. Bu da bəzən giriş qapılarında qapı yerdən hündür olduğuna görə hündür taban da ehtiyac olur. Material paslanmazdır. Əsasən giriş qapılarında istifadə olur. Həm vertikal vurmaq olur, həm divara vura bilərsiniz, həm yerə vura bilərsiniz. Özünün ankeri var. Ağlay olsa və yaxud da kafel olsa vura bilərsiniz. 1, 2, 3. Bunlar üçü də paslanmazdır. Yəni istifadə üçün çox əlverişlidir. Gördüyümüz bu taban da bu qapıya vurulur, magnitlədir, giriş qapıları içindir. Bunu divara vurmaq olar və yaxud da vertikal yerə vurmaq olar. Yerə vuranda qapı gəlib buna ilişir. Bunun da cürbəcür rəngləri var. Həmçinin bunun klassik rəngləri də vardır. İtalya modelləri.